Salam değerli komanda, axşamınız xeyir olsun. Bugün ayımızın sonuncu gününü yaşayırıq. Tədbir qabağı baxmayaraq ki, təlaşlarımız var, amma bugün sizin üçün çox maraqlı, çox qəşəng bir Zoom təlimi hazırlamışıq Məlahət xanımla bir yerdə. İstəyirəm ki, tam diqqətlə qulaq asasınız, çünki həqiqətən həm faydalı, həm də çox lazımlı bir təlim olacaq, əminəm ki. E, Əslində bugün sizə biraz fərqli bir söhbət aparmaq istəyirəm. Bir film haqqında danışmaq istəyirəm. Bəlkə də e, aramızda bu filmi izləyənlər olub, bəlkə də olmayıb. Əgər e, izləyənlər təkrar izləsin. Çünki bizim işimizdə bizə çox lazımlı bir filmdir. Amma izləməyənlər mütləq izləsin deyərdim. Çox şiddətlə tövsiyə edirəm ki, bu filmə mütləq baxın. E, Cast Away adlanır ingilis dilində bu film. Əslində dilin rusca var, Rus yəni kim dilində istəyirsə rusca baxmışam. baxsın, hə. Amma əslində belə vacib deyil ki, orada dil biləsiz, çünki əsas orada hadisələr göstərilir. Yəni dialoqlara mühüm deyil, onu demək istəyirəm. Deməli bu filmdə nədən bəhs olunur? Bir Tom Hanks'ın başrol ifa elədiyi bir filmdir. Təyyarə qəzası olur. Bir iş səyahəti olur və təyyarə qəzası olur. Bu qəzada həmin bu kişi bir adaya düşür. Və bu adada tək-tənha, çarəsiz bir vəziyyətdə həyat və ölüm arasında belə deyək də bir mübarizə gedir. Əlbəttə ki, burada bu kişinin birinci hədəfi, birinci istəyi sağ qalmaqdır. O çox mübarizələrdən keçir, həm fiziki, həm psixoloji. Orada yəni çalışır ki, nəsə tapsın, yesin, nə bilim, böcək də yeyir, yarpaq da yeyir, hər şey yeyir, bir şey tapır, edir ki, həyatda qalsın. Orada çalışır ki, çubuqları bir-birinə belə sürtərək, yəni alov yaradır, yandıra bilir. Bir neçə bir vasitələr tapır, əşyalar tapır ki, o okeanda üzüb müəyyən qədər yol qət eləmək istəyir, amma əlbəttə ki, onun düzəltdiyi bir şeylər çox necə deyim, bəsit bir şeylər olur deyə o güclü dalğaların qarşısında tab gətirmir. Hər dəfə cəhd eləyir, amma uğursuzluqla geri qayıdır. Hər dəfə də yaralanır, pis vəziyyətdə, pis halda. Çox həqiqətən də belə necə deyim, ağrılı bir proseslərdən keçir. Diqqətlə baxanda insan başa düşür ki, yəni bu filmdən çıxan nəticə budur ki, insan bu həyatda yaşamaq üçün nə yoldan olur olsun bir yol tapır. Allah, Amalya. Mikrofonu söndürün. İnsan həyatda qalmaq üçün bütün yollara başvurur. Əsas odur ki, həyatda qalsın. Əgər bir insanda ümid varsa, səbir varsa, cəsarət varsa, insan yəni bir level üstünə keçə bilir. Və onu deyim ki, orada bir maraqlı faktlardan biri də budur ki, təyyarədə o müəyyən bir əşyalar da düşüb də ondan bərabər, indi müəyyən bir qəlpələrə hərəsi bir yerə tökülüb, bir top tapır həmin bu əşyaların içində. Topa ad qoyur, ona yaralı olur, əli ilə belə qanını belə çəkir onun üstünə, ağ top olur da. Başlayır orada göz qaş çəkməyə ki, bir insan surəti yaradır, başlayır ondan danışmağa. Divarda zadda şəkillər filan çəkir ki, insan üzü çəkir ki, başlayır danışmağa. Çünki insan heç kimlə danışmasa doğrudan da havalanır. Havalanmamaq üçün, başına hava gəlməsin deyə, dəli olmasın deyə o başlayır dərdləşməyə həmin o çəkdikləri ilə. Və bu şəkildə bu neçə illər keçir? 4 il. Artıq bunun saçı saqqalı pis gündədir. Təsəvvür eləyin də özünüz insan nə vəziyyətdə olar. Amma bu insan yenə də mübarizə aparır. Yorulmadan, yorulmadan deyirəm, yəni o filmə baxsaz özünüz görərsiniz. Əlbəttə ki, yorulur. İnsandır da bu daşdan, dəmirdən deyil. Yorulur da, usanır da, amma dayanmır. Çünki onun içində bir ümid var ki, o inanır ki, bir gün buradan xilas olacaq. O inanır ki, bir gün onu görəcəklər. Gəh çubuqlarla yazır, bu da ağacın budaqları ilə böyük-böyük hərflərlə belə yazır, qumun üstündə help yazır. Yəni ki, yuxarıdan təyyarə ilə filanla uçulsa bunu görsünlər. Yəni bütün çabası, bütün mübarizəsi həyatda sağ qalmaq və buradan xilas olmaq üçün atılan addımlar olur. Və günün birində də artıq 4 il keçəndən sonra bir
taxtalardan bir şey düzəldir ki, biraz əvvəl düzəltdiklərinə baxmış, biraz daha güclü bir belə deyək də sistemlə düzəltdiyi bir şey olur ki, dalğalara daha çox tab gətirən bir şey olur. Və doğrudan da üzür müəyyən qədər yol qət eləyir. Yorğunluqdan haldan gedir. Bir də onda ayılır ki, gəminin yanından bir yaxınlığından bir gəmi keçir. Əl qol işarə ilə axır özünü göstərir və onu oradan xilas edirlər. Düz 4 ildən sonra qayıdır, təzədən ailəsinə filan qovuşur. Bu filmdən çıxan bir dənə bir nəticə var. Yəni həqiqətən də çətin bir vəziyyət yarananda, çətin bir situasiya yarananda insan özünü daha yaxşı tanımağa başlayır. Yəni hər şey qaydasında olanda insanın həyatı olduğu kimi davam eləyir. İnsan içində hansı proseslərin getdiyini, nələrə qadir olduğunu, nələri eləyə biləcəyini bilmir. Amma bir şərait yaranır ki, o şəraitə düşəndə insan özünün belə tanımadığı tərəflərini görməyə başlayır və mübarizə aparır. Buna daxili motivasiya deyirlər. Yəni məsələn, tutaq ki, mən indi müəyyən bir şeylər danışaram, siz deyərsiniz ki, Aydan xanım nə qəşəng motivasiya verdi, amma insanın öz daxili motivasiyası olmalıdır ki, həyatda irəli getməyə, istənilən sahədə irəli getməyə, yaşamağa bir motivi olsun, bir səbəbi olsun. Və həqiqətən də bu filmdə belədir ki, bu insanın heç kimi yox idi yanında. Yəni başqa seçimi də yox idi. İndi bizim işimizə əlaqəsi nədir deyərsiniz ki, bu filmin? Baxın, hər birimizin həyatında çətinə düşə biləcəyi, sıxıntılara düşə biləcəyi məqamlar olur. Çünki bu həyat, bu dünyanın qaydası budur. Burada rahatçılıq yoxdur. Ən yaxşı bir şeyin yanında belə pis bir şey mütləq var. Düzdür? Dünyanın ən ləziz yeməyini yeyərsən, amma üzr istəyirəm ifadəmə görə, bir saatdan sonra qarnın ağrıyar, o ləziz yeməkdən heç bir əsər əlamət qalmayacaq da, bildiniz yəqin ki, nə edirəm. Yəni, hər yaxşı bir şeyin yanında mütləq ki, pis nəsə var. Tam yaxşı, tam rahat deyil. Bu dünyanın xasiyyəti bu deyil. Yaxşı. Və hər birimizin həyatında da bu və buna oxşar, istər sözün həqiqi mənasında, istər sözün məcazi mənasında adada tək tənha qaldığımız anlar, bəlkə də günlər, bəlkə də illər olur və olacaqdır. Hər birimizin həyatında, yəni bu qaçılmazdır. Çünki, yenə deyirəm, həyatın qaydası budur. Hər birimizi bir gün adaya atacaq, tənha qalacağımız bir adaya atacaq. Heç bəzən, yəni, olur ki, ətrafımızda insanlar olur, olur ki, elə görünür ki, bizə dəstək var, bizə, necə deyim, kömək var, amma heç bəzən belə görünür sadəcə. Əslində içimizdə bir boşluq olur. Bir çox insanlarda yəqin ki, biz insanıq da, biz emosional varlıqlarıq. Hər birimizin həyatında belə anlar, belə günlər olub ki, ətrafımızda hamı var, amma biz içimizdə bir boşluq hiss edirik, sanki heç kimimiz yoxdur, sanki biz təkik, tənhayıq. Düzdür? Yəqin ki, olub da belə bir şeylər. Baxın, bugün bayaq dediyim kimi, hər şey olduğu kimi davam eləyəndə, biz bilmirik ki, biz nələrə qadirik, biz nələr bacara bilərik, nələr eləyə bilərik. Məsələn, bizim alternativlərimiz yoxdur. Məsələn, o kişinin orada heç kimi yox idi, amma biz deyirik ki, şükür Allaha, bizim ailəmiz var, bizim yoldaşımız var, nə bilim, övladlarımız var, valideynlərimiz var, yanımızdadır, biz tək deyilik, deyirik. Amma doğrudan da biz adada tək olsaq, yəni bu həyatda tək mübarizə aparmalı olsaq, bir dənə sual verirəm, yəni cavabı tələb olunmayan sualdır, sadəcə düşündürücü bir sualdır, bir dənə fikirləşərsiniz ki, siz adada tək tənha qalsaz, yəni həyatın o çətin məqamına düşsəz, özünüzə arxalana bilərsiniz, yəni özünüz öz ayaqlarınızın üzərində dayana bilərsiniz, yoxsa arxayınsınız ki, yoldaşım var, pis yaxşı dolandırır, çətin də olsa keçinirik, şükür Allaha. Bəzən vəziyyətlə razılaşmaq bu şükranlıq deyil, yəni Allaha şükür deyil. Yəni, indi sən çətin vəziyyətdəsən,
Amma deyirsən ki, bu günümə şükür. Təbii ki, biz həmişə dilimizdə, qəlbimizdə şükür olmalıdır. Biz hər an şükr eləməliyik. Yəni Quran ayəsi də var ki, Allah Taala deyir ki, şükr elədikcə mən neməti artıraram. Biz onsuz da yəni şükr eləməliyik. Allahın verdiyi, hətta vermədiyi şeylərə görə də şükr eləməliyik. Özümüzün gözlə gördüyümüz, görmədiyimiz şeylərə görə də şükr eləməliyik. Yuxudan dururuqsa bu bizim nailiyyətimiz deyil. Buna görə də şükr eləməliyik. Bizi yuxudan oyadan Allah var ki, bizə növbəti bir günün fürsətini verir. Bizə bir şans verir ki, yəni biz bu gündə nələrsə eləyək. Bu gündə Allaha bir addım yaxınlaşmaq üçün nəsə bir işlər görək. Bu başqa şeydir. Yəni amma çətin vəziyyətdəsən və sən buna qane olub deyirsən ki, buna da şükür. Bunun arxasında bilirsiniz nə dayanır? Bir dənə üzr istəyirəm. Bunun arxasında əslində qorxaqlıq dayanır. Özünə güvənsizlik, özünə inamsızlıq dayanır. Komfort zona deyirik. Komfort zonadan çıxmaq qorxusu dayanır. Mən bir dəfə bu komfort zona ilə bağlı bir video çəkmişdim. Deyirəm ki, komfort zona deyəndə adından bəlli olduğu kimi bir yer düşünülmür. Ki, komfortlu, rahat, belə hər şeyin belə dörd dörtlük olduğu bir yer deyil bu komfort zonası. Komfort zona sadəcə olaraq bizim öyrəşdiyimiz bir mühitdir. Hansı ki, onu dəyişməkdən çox qorxuruq, fikirləşirik ki, birdən bundan daha bir pis bir vəziyyət yaranar. Amma bayaq da dediyim kimi, nələrlənsə razılaşmaq, qane olmaq, həmin bu bariyerləri, yəni arxasında bu bariyerlər dayanır ki, biz onları aşmaqdan, nəysə bir dəyişiklik eləməkdən qorxuruq. Və üzr istəyirəm. Və demək istədiyim budur ki, yəni hər birimiz sadəcə olaraq seçim eləməliyik. Bugün seçim günüdür. Əgər siz bu biznesa sadəcə olaraq pul qazanmaq kimi fikirləşirsinizsə, yanaşırsınızsa, bu düzgün yanaşma deyil. Çünki bugün burada qazanmayıb fikirləşə bilərsiniz ki, başqa yerdə də qazana bilərəm də. Belə deyil. Bu əslində bu biznesdə çətinliklərlə mübarizə apara-apara hər addım irəli getməyimiz əslində biz özümüzü kəşf eləməyimiz deməkdir. O qorxuları yenməyimiz deməkdir. Öz içimizdə tanımadığımız, özümüzün görmədiyimiz bir vəziyyəti tanımağımız deməkdir. Hansı ki biz mübarizə apara-apara öz cəsarətimizin şahidi oluruq, öz mübarizliyimizin şahidi oluruq. Yəni baxın, seçim eləmək, bax bugün biz hansı həyatı yaşayırıqsa, biz bugünkü yaşadığımız həyat bizim keçmişdə verdiyimiz qərarların nəticəsidir. Sabahki həyatımız isə bugün seçim günüdür. Yəni bugün biz seçim eləməliyik ki, biz sabah necə yaşamaq istəyirik. Yəni bugün biz qərar verməliyik ki, məsələn mən bugün əgər bu biznesdayamsa, bu şirkətlə əməkdaşlıq eləyirəmsə, bu mənim 9 il öncə verdiyim qərarın nəticəsidir. İndi bir dənə fərz eləyin. Baxın, maşallah mənim böyük bir komandam var. Artıq bu biznesdə yəni özümü uğurlu insan hesab eləyə bilərəm. Çünki bəlli bir yerə gəlib çatmışam, müəyyən uğurlarım var. Bir çoxlarının arzuladığı yerlərə gəlib çatmışam. Haçansa mənim üçün əlçatmaz bir şey idi bunlar. Amma mən 9 il öncə hə deməsəydim, bugün bunları yaşamayacaqdım. Bugün məni bəlkə də tanımayacaqdınız. İndi yaxınımda tanıyanlar başqa, amma məni bu biznesdə tanımayacaqdınız. Amma mən keçmişdə o qərarı verdim deyə, yəni mənim alternativim yox idi. Mən qərar verməliydim sadəcə olaraq. Mən bu həyatda öz ayaqları üzərində dayanmağa məcbur bir insan kimi, bir növ o kişi kimi, adada tənha qalmış bir adam kimi, mən sadəcə olaraq qərar verməliydim. Mən sadəcə olaraq seçim eləməliydim. Və insanın gücü
onun seçim eləyə bilməyindədir. Yəni öz həyatının məsuliyyətini öz əllərinin içinə almağı bacarmağındadır. İnsanın gücü burada bilinir. Güclü deyəndə bir çox mənalarda başa düşülər də. Yəni fiziki gücdən də söhbət gedə bilər, nə bilim, psixoloji gücdən də söhbət gedə bilər. Əslində güc deyəndə, yəni qərar verib qərarlarımın arxasında dayana bilmək. Bütün çətinliklərə bir dəfə Fuad müəllim yaxşı bir qəşəng bir təlim keçmişdi. Bu cümlə mənim o qədər xoşuma gəlmişdi ki, yəni bir məsələ var ya, qulağıma sırğa eləmişəm bu cümləni. Deyirdi ki, həyat onsuz da çətindir. Kimsə də deyəndə ki, bu biznes çətindir filan. Mən sadəcə bir dənə cümlə deyirəm onlara. İndi həmin cümləni deyirəm. Onsuz da çətin olan bir yerdə biz çətinlikdən qorxub çətinlikdə gizlənə bilmərik ki. Onsuz da çətindirsə, əlbəttə ki, bu da çətin ola bilər də. Çətin tərəfləri də ola bilər, asan tərəfləri də ola bilər. Amma çətinlikdən qorxub qaçıb çətinlikdə gizlənmək bu düzgün seçim deyil, düzgün bir addım deyil. Çətindir, nə gözəl. Bilmirəm, mənim bu düşüncəm normal düşüncədir, anormal düşüncədir. Uşaqlıqdan bəri asan olan heç bir şey mənə ləzzət verməyib. Bir şeyi çətinliklə əldə eləyəndə mənə daha belə başqa cür belə xoş olub. Məsələn, imtahana hazırlaşırdım. Özümə ləzzət edirdi o yuxusuz gecələrim, dərs oxumaqlarım, nə bilim, oxuya-oxuya kitabın üstündə, stolda yatmağım. Yəni özümə belə nəticə məni maraqlandırmır deyə ki, nəticədə mən o imtahandan keçəcəmmi, keçməyəcəmmi, qiymətim nə olacaq, onu düşünmürdüm. O uğura gedən yol ki var, onun o çətinliyi, o mənə elə şirin gəlirdi ki, ta uşaqlıqdan. Ataların bir sözü var, niyyətin hara, mənzilin ora. Çətinliyi sevən bir adam kimi Allah da mənim yəqin ki, böyütmək üçün çətindən də çətin şeylər çıxartdı qarşıma. Amma Allaha şükürlər olsun ki, bayaq dedim ki, heç kimə gərək bu həyatda tam arxalanmayasan. Demirəm, ailəmizdən, valideynlərimizdən, sevdiklərimizdən üz döndərin. Yox. Onlar da ehtiyaclı bir varlıqlardır da sizin kimi. Ola bilər ki, heç istəməsə belə sənə kömək eləyə bilməz. Yəni istəyi budur ki, sənə kömək eləsin hansısa bir məqamda. Amma Allah, hər şey Allahın əlindədir axı. Allah hadisələri elə belə yoluna qoyar, elə bir dəyiş-düyüş eləyər ki, sənin ehtiyacın olan bir vaxtda o adam sənə kömək eləyə bilməz. Ona görə bu həyatda ancaq və ancaq birinci növbədə Allaha arxayın olun. Ona, yəni arxa onu bilin və özünüzə, öz ayaqlarınızın üzərində dayanmağı, necə deyim, bu həyatdakı ən əsas amalınız bilin. Ən vacib məqsədiniz bilin ki, mən bu həyatda özüm öz ayaqlarımın üzərində dayanmağı bacarmalıyam. Mən ki, həmişə məqsəddən danışırdım, həmişə məqsədim belə, məqsəd belə danışırdım. Amma günün birində bir dəfə Fuad müəllim məndən çox qəşəng bir söhbət elədi. Həm rəhbərim olaraq, həm də həyat yoldaşım olaraq. Mənə dedi ki, mənə həyatda arxalanma. Demirəm, mən səni Allah eləməmiş ataram, nə bilim, neyniyərəm. Amma həyatdır da, heç kim, heç nədən sığortalanmayıb bu həyatda. Bunu söz olaraq başa düşməyin. Yəni oturun bir dənə düşünün. Həqiqətən heç kim heç nədən sığortalanmayıb. Bir an içində bütün həyatımız dəyişə bilər. Sağlamlığımız gedə bilər, münasibətlər dəyişə bilər, yəni hadisələr dəyişə bilər. Dost olduğun adamla düşmən ola bilərsən, düşmən olduğunla dost ola bilmirsən nə olacaq. Bir dənə Allah'ı gör, ona arxalan və denən ki, mən ərim var, nə gözəl, sağlamdır, nə gözəl, yanımdadır, nə yaxşı, qazanır, əla, super. Bəs mənə nə olub ki, mən niyə qazanmamalıyım ki, mən niyə bir insan kimi kiminsə kölgəsində qalmalıyam? Özüm öz ayaqlarım üzərində dayanmalıyam, yoxsa yox? Sabah bəlkə ayrıldıq, sabah bəlkə onun başına bir iş gəldi, bəs ailəni ayaqda kim tutacaq? Bəyəm ailə ancaq kişinin yəni, çiyinləri üzərində olmalıdır? Yox. Hər bir insan bu həyatda yəni özünün ayağı üstündə dayanmalıdır. Öz həyatının məsuliyyətini hətta həyat yoldaşının belə boynuna qoymamalıdır. Hər kəs özünün məsuliyyətlərini, bu həyatdakı məsuliyyətlərini başa düşməlidir. Belə, sizi çox yormaq istəmirəm. Sözü verirəm Məlahət xanıma, çünki söhbətimizin ikinci hissəsində
Çox vacib bir məqamları vurğulayacaq Məlahət xanım. Ona görə özünüzə gəlin, söhbətimizi davam eləyək inşallah. İnanıram ki, faydalı ola bildim sizlər üçün. Buyurun Məlahət xanım. Teşekkürler. Aydan xanım, düzdür, mənim üçün də çox gözəl bir, yəni ki, motivasiyalı təlim nədir oldu. Sizdən də mən bir nədir motivasiya aldım. Doğrudan mən də sizin kimi çətin məqamları çox xoşlayıram. Çünki həmişə mən demişəm ki, həyatda gec olsun, güc olsun, amma ləzzət versin mənə. O şirin meyvəni siz belə dərirsiniz, çətinliklə də olsa onu siz ya da qidalanırsınız, nədir onunla, necə sizə ləzzət eləyir, bizim də nədir işimiz sizə belə ləzzət eləsin inşallah. Onun üçün salamlaşıram, yenə sizinlə salamlaşmağı unutdum, salam komanda, əziz komanda. Biz sadəcə, deyim sizə, işləyən komanda deyilik. Biz məqsədi olan, gələcəyi quran bir komandayıq. Bugün sizə mən sadəcə plan yox, nəticə gətirən bir sistem barədə söhbət eləmək istəyirəm. Yəni, sistem göstərəcəyəm. Bəzi insanlar plan qurmağa nəyə görə qorxurlar? Fikirləşirlər ki, mənim qurduğum plan alına da bilər, alınmaya da bilər. Alınmadıqda təqdirdə məyus olurlar. Nə üçün məyus nədir olurlar? Biabır olmaqdan qorxurlar ki, mən bu planı qurdum, söz verdim, alınmadısa rəhbərimin yanında mən biabır nədir olaram. Bu çox yanlış fikirdir. Yəni ki, bu fikirlə gərək biz mütləq mübarizə aparmalıyıq. Çünki bu fikir bizə gələcəkdə inkişaf etməyə maneçilik nədir törədə bilər. Biz birinci başa düşməliyik ki, hər şey Allahın əlindədir. İndi amma bu o demək deyil ki, siz plan qurmamalısınız. Nədir, fikirləşirsiniz ki, məndə nədir alınmaz, məni qınayarlar. Bu qorxu insana iş qurmağa, hətta həyatını qurmağa mane olur. İnsan başa düşməlidir ki, qoyduğu plan alınmaya da bilər. Bu normaldır. Həyatda elə şeylər var ki, biz onlara təsir qoyuruq, elə şeylər var ki, biz onlara təsir qoya bilmirik. Və təsir qoya bilmədiyimiz şeyə görə insan özünü heç vaxt qınaya bilməz. Yəni, çalışın buna görə qınamayın. Mən yəni bizim komandada bir qızla da mən danışmışam, adını demərəm. Yəni, bu insanda da, yəni o qorxu var, özünü qınayıb. Yəni, bu mən deyə bilərəm ki, bir çoxumuzda olub. Yəni ki, deyim ki, sizə amma təsir edib dəyişə, yəni bildiyimiz şeylər də, yəni dəyişməliyik. Onları dəyişməyin yollarını axtarmaq lazımdır. Yəni öyrənməliyik. Yəni bu ay qoyduğum plan alınmadıysa, növbəti ay nəyi düz etmədiyinə görə rəhbərlə, yəni məsləhətləşib, yəni ki, dəyişə bilərsiniz. Bunu bilməlisiniz ki, qoyulan planlar 90% halda %100 nədə olmaz. Neçəsə faizi ola bilər. Əgər bu qoyduğu plandan sənin 50%-in alınırsa, deməli bu yenə nəticədir. 50%-də. Əgər plan yoxdursa, yəni nəticə də təsadüfi, bəzən nəticə təsadüfi olur. Yəni var, bir insan plan qoymur, amma bir də görsə ki, nəticə olur. Bu təsadüfən olur. Həmişə bu şeylər baş vermir. Amma plan nədir olanda hər kəs bilir nə etməlidir, hara getməlidir, necə iş qurmalıdır. Yəni plan nədir? Plan sadəcə bu ay nə qədər qazanmaq istəyirəmsə və bunun üçün bu ay nə qədər bal etməliyəm və günə nə etməliyəm deməkdir. Yəni, mən sizə başa salım, bu planın birinci addımı nədir? Yəni, bu birinci addımı olmasa, ikinci, üçüncü addıma siz addım ata bilmərsiniz. Birinci addım mütləq məqsəd olmalıdır.
məqsəd, yəni sizin bu ay qoyduğunuz məqsəd, məsəl üçün 2500 rangındasınız, istəyirsiniz 5000 eləmək. Mütləq o planı qoyursan, məqsədi qoyursan ki, mən bu ay 5000 eləmək istəyirəm. Yəni özümdə mən danışıram. Yəni danışmışam, eləmişəm də belə. Mən planı, mən 5000-i bölmüşəm aya, günə nə qədər düşdüyünü mən onu hesablamışam. Baxıram, görürəm ki, ay Allah, çox az, yəni mənə günə bu qədər bal düşür, çox az. Biraz da insan motivasiya alır. Biri var ki, ayı fikirləşəsən 5000 çox gəlir sənə, amma günə fikirləşəndə neçə bal sənə çox az gəlir və motivasiya sən bundan nədir də alırsan. İkinci addım, yəni onu bölürük. Mən sizə dedim də, ikinci addım onu bölürük nədir? Aya və günə. Üçüncü addım nədir? Bunu bilməliyik. Üçüncü addım, yəni gündəlik fəaliyyət. Gündəlik fəaliyyətimiz nədir? Mən yazıram, yəni hər gün neçə nəfərlə yəni danışmaq, zəng vurmaq və neçə nəfərə görüş təyin eləmək. Bu mütləq olmalıdır. Yəni neçə nəfərlə zəng edib danışmalısınız və neçə nəfərə də görüş təyin etməlisiniz. Heç olmasa günə əgər 3-5 zəng edirsinizsə, bir nəfərə mütləq siz görüş təyin eləyirsiniz. Yəni özümdən götürmüşəm bunu, mən yoxlamışam, doğrudan da nəticə çox gözəl nədir alınıb. Sonra yəni öz səhifənizə girirsiniz. Mən belə eləyirəm, yəni oradan öz səhifənizə girirsiniz, orada görürsünüz ki, əgər siz 2500 rangındasınızsa ya da 1000 rangındasınızsa, mütləq sizin, yəni müştəriləriniz və ya yanında da sizin konsultantlarınız var. Mütləq 1, 2, 3, yəni ki, varanızda. Siz müştərilərinizi bir səhifədə qeyd eləməlisiniz. İkinci səhifədə isə mütləq konsultantlarınızı qeydinədir eləməlisiniz. Yadınıza gəlir ki, mən keçən təlimdə mən bu haqda müştərilərlə necə işləmək barədə mən sizə danışmışdım ya da indi sizə xırda xatırlatma nədir eləyim. Mən belə eləyirəm. Müştəriləri götürdüm bir səhifəyə, sonra baxıram keçən aya ki, mən keçən ayda onları bölmüşəm, aktiv olan və aktiv olmayan müştərilərəm. Baxıram, görürəm ki, keçən ayda hansılar çox aktiv idi, hansılar aktiv deyildi. Hətta aktiv olmayanları da mən, yəni ki, onları da mən aktivləşdirmişdim. Yenə baxıram bu aya. Mən aktiv nədir olanlar, hansı ki, hər ay, yəni ki, elə müştərilər var, hər ay nədir alır, məhsul alır, amma elə müştəri var 3 aya, 4 aya, hətta 6 aya belə nədir də alır. Siz aktiv olan müştərilərə, yəni ki, onlara antenni zəng vurursunuz və onlarla danışırsınız ki, yada salırsınız, xatırlatırırsınız ki, siz neçə ay 50 bal etmişsiniz, siz yəni daimilik klubu qazanmışsınız, bu ayda ardıcıl eləyin, yəni qırılmayın daimilik klubda. Onları xatırlatma edirsiniz və təkrar videolardan da atırsınız. Onlar doğrudan da təkrar onları edirlər. Sonra baxırsınız aktiv olmayan müştərilərə. Aktiv olmayan müştəriləri bir zəng vurursunuz və videolar göndərirsiniz və onlarla necə danışmağı da mən sizə başa salmışdım ki, yəni o dəqiqə məktəbə keçməyin. Yəni zəng vurursunuz, necəsiniz, hər əhval tutursunuz, yəni ki, nə etmişsiniz, görsənmirsiniz, darıxmışam sizin üçün. Belə elə deyəndə onlar özləri belə motivasiya nədə alırlar və özləri başlayırlar problemlərini danışmağa. Onda siz o problemlərə uyğun, hamısı səhhətdən, yəni nəsə danışacaqlar. Siz o problemə uyğun bizim məhsullarımızı təklif eləyirsiniz. Doğrudan da onlar gəlirlər. Belə də olub. Mən təklif eləmişəm, gəliblər. Aktiv olmayan müştəriyə plus qoymuşam, atmışam, yəni aktiv olanların içinə. Ondan da sonra
Hə, belə-belə mən siyahını, yəni ki, bölürəm, görürəm ki, məsəl üçün bu ay mənim nə qədər aktiv oldu, nə qədər aktiv nədir olmadı. Mən belə öz şəxsi, hətta yəni köhnə müştərilərimi də belə, yəni ki, ayağa qaldırmışam ki, yəni ki, onlar necə bax demişəm, heç xəbərləri olmayıb ki, onların, yəni səhifələrində, yəni ki, kartlarında kəşfiyyatları var. Xatırlatma eləmişəm ki, sizin bu qədər pulunuz var, yəni bata bilər və gəlin bu puldan istifadə eləyin. Doğrudan hamı belə 1 manata görə gələcək. 5 manatı var, 10 manatı var, 9 manatı var, gəlir onun üstünə qoyur, hətta 2-3 məhsul alır. Artıq sizin 50 balınız var burada. Başa düşdünüz? 50 balınız var. Yəni bunu mütləq qeyd eləyin. Yəni bu qayda ilə nədir? İşləsəniz doğrudan da nəticə nədir olacaq. Sonra əgər sizin komandanızda məsləhətçilər varsa, mütləq onlarla ofisdə görüşün. Telefonla heç vaxtda mən kimlə üz-üzə görüşürəmsə, o insanın nəticəsi olur. Yox, telefonla görüşən, tapşırıq məndən nədir alırsa, doğrudan da görürəm, nəticəsi olmur. Nə üçün? Üz-üzə başqa bir şeydir. Ofisə çağırırsan onu və plan qoyursan ona. Plan qoyursan ki, sən, məsəl üçün, 1000 baldır səndə, məsəl üçün, 1000 baldır, sən istəyirsənsə 2500 elə. Mənim komandamda, yəni Xədicə xanımla mən üz-üzə. Heç vaxt da xoşlanmamışıq ki, yəni ki, telefonda nəsə onunla bir şey başa salım. Demişəm ki, gəl, nədir, ofisə təsdiqləyə də bilər. Bizim gözəl belə nəticəmiz nədir oldu. Mən ona plan qoydum. Dedim, 2500-ü böldük aya, günə və günə nə qədər düşdü və onun qolunda neçə nəfər var? Konsultantlar, onları adını yazdıq və nə qədər müştərilər var. Və sonra baxdım, deyirəm ki ona, sənə əlavə neçə konsultant da lazımdır. Sən qeydiyyat eləməlisən, mütləq. Sən zəng eləməlisən və qoydum planı ona. Qoydum ki, günə 5 nəfərlə danışmalısan. O 5 nəfərdən biri mütləq sənin zənginə cavab verəcək, yəni gələcək. Ya məhsul götürəcək müalicə, ya da qeydiyyat olacaq işləmək üçün. Bizim nəticəmiz oldu. Biz Xədicə xanımla 1000 baldan 2500-ə rangına qaldırdıq. Yəni bu planla, yəni əgər plan qoymayanda insan doğrudan, mən demişəm də, təsadüfi hallar baş verir belə. Yəni təsadüfi olur ki, bəzən ki, sən yəni qazana bilirsən, amma həyatda nəyisə sən planlaşdıranda doğrudan sənin nəticən olur. İndi bu ay, məsəl üçün, plan qoydun, alınmadırsa, bu o deməkdir ki, sənin nəticən yoxdur. Yenə nəticən olur. 50% də olsa, 60% də olsa, sənin nəticən olur. Yenə də hər ay siz o qaydada, yəni ki, işlədikcə və yeniliklər çalışın, hər ay öz, yəni ki, nədir, işinizdə yeniliklər, yəni paylaşımları, yəni ki, dəyişdirin, biraz videoları, yəni ki, yeniləndirin. Yəni belə və o müştərilərə, yəni ki, göndərin belə. Onda doğrudan da görərsiniz ki, sizin nəticəniz nədə olacaq. Bir də mütləq nəyi deyirəm? Məsəl üçün, mən Xədicə xanımı Zoom'da iştirak eləməyə, yəni speaker kimi onu hazırlaşdırıram. Necə ki, Aydan xanım komandasında da hazırlaşdırır. Bu o deməkdir ki, onları biz gələcəkdə lider kimi görürük. Yəni biz onları nədir, speaker kimi hazırlaşdırdıqda onlar rahat müştəri ilə, öz komandası ilə necə danışmağı, necə rəhbərlik etməyi bacaracaqlar. Əgər kimsə, yəni ki, desə, çəkinsə, utansa, mən danışa bilməyəcəm, deməli, o qabağa da gedə bilməyəcək. Nə üçün? Gərək bu qorxunu götürməliyik. Özümüzdə qorxunu götürməliyik. Mən bacara biləcəyəm.
yəni hamı bacara biləcək. Bizim içimizdəki, məni qınayacaqlar, güləcəklər, mən nəsə səhv deyəcəyəm, belə bir şey yoxdur. Yəni bu dəfə səhv dedin, heç nə olmaz. Çalışın rəhbərlərinizlə, yəni ki, tədbirə hazırlaşın, Zoom-a hazırlaşın, amma çalışın mütləq canlı da çıxış eləyin. O deməkdir ki, siz gələcəkdə öz komandası ilə sərbəst onları irəli aparmağa və qazandırmağa, yəni ki, başlayacaqsınız. Bu sizin üçün çox, yəni ki, bir rahat plandır. Mənim sizə dediyim, keçən dəfə mən bu təlim müştərilərlə necə işləmək lazımdır. Yəni ki, hamınız da başa düşdünüzdə, bu təlimdən sonra kimlər, yəni nəticə aldılar, kimlər yəni ki, üsulla getdilər? Yəni deyə bilərsinizmi? Kimlər getdilər? Mən bilirəm, bəzilər getdi belə. Amma kimlər getdi? Yəni utanmayın. Həmin planla gedən oldu, müştəriləri 2 yerə böldülər və yəni ki, həmin qaydada bağışlayın. Və həmin qaydada, yəni siz hərəkət etdiniz. Kimlər bunu etdilər? Aydan elədi, onu bilirəm. Sonra, Aynur səsin gəlsin. Axşamınız xeyir olsun. Vaxtı xeyir. Yəni sən o qaydada elədin. Mən görürdüm. Bəli, ofisdə eləmişəm, doğru söylüyorsunuz. Yəni nəticə oldu. Əlbəttə ki, nəticə də oldu. Dünənlərdə sağ olsun Həlimə də bir şey mənə öyrətdi. Daha gözəl nəticə oldu. Çox sağ olsun. Yəni ki, müştərilərlə necə danışmağı, yəni mütləq qaydada elə yəni plan qurun ki, yəni aktivləri yəni ayrı qeyd edin, aktiv olmayanları ayrı. Yəni ki, ən çox üstünlük verin aktiv olmayanlara. Aktiv olmayanları da siz təzədən işlətsəniz, siz özünüz görəcəksiniz o nəticəni. Yəni bu bir. Mən istərdim ki, yəni ki, bu mənim yəni ki, dediyim plan üzrə və Aydan xanımın bu günləri danışdığı bu motivasiya sizə böyük gələn ay müsbət təsir göstərsin. Kimin başqa sualları varsa mənə, yəni Aydan xanıma müraciət elə bilər. Nəyi başa düşmədiniz? İndi Aynur deyəndə ki, Həlimə bir şeyə öyrətdi, ağlıma bir sinə fikir gəldi. Deyirəm, bayaqdan o adada tənha qalmaqdan danışıram. Bəli. Amma xoşbəxtlikdən bizim işimiz elədir ki, biz komanda işiyik də. Yəni biz burada tək tənha deyilik. Həqiqətən də təkcə rəhbər partnyoruna öyrətmir. Partnyorlar arasında da bir-birinə nələrsə öyrədən, məsələn, bu metodda bunu eləyib, görüb yaxşıdır, işə yarayır, onu bir-birinə bölüşmək, tam ürəklə, tam səmimi qəlblə, paxıllıq olmadan. Bu gözəl bir şeydir həqiqətən ki, yəni komandanın içində birlik var. Yəni biz komanda ilə birlikdə işləyirik. Burada heç kim tək deyil. Aramızda yenilər də var. Onlara da buradan üzümü tutub deyirəm ki, bu biznesə gəlib uğur qazanmaq istəyən insana nəinki özünün rəhbəri, bütün komanda əl birliyi ilə dəstək olmağa tam hazırdır. Birlikdəyik. Biz birlikdə güclüyük. Yəni ki, mən bunu yəni ki, qeyd eləmək istəyirəm ki, yəni çox şeyləri biz nədir, Aydan xanımla tez-tez görüşdüyümüzə görə, hətta biz öz yəni planlarımızı da bölüşdürürük. Yəni bir-birimizdə məsləhətdə nədir alırıq. Mən nədir Aydan xanımda nə qədər şeylər yəni öyrənmişəm. Bunu da deyə bilərəm. Yəni nəyi bilmədikdə sağ olsun Fuad müəllim, yəni belə baxanda nədir, mən nə Aydan xanımın komandasındayam, nədir Fuad müəllimin, amma bizə, hər kəsə, yəni onlar dəstək nədir olmağa, həmçinin məndə. Yəni ki, nə Sevinç mənim komandamdadır, nə məsəl üçün Həlimə mənim komandamdadır, amma biz bir-birimizə dəstək olmağa hazırıq. Nə üçün? Biz Vüqar müəllimin komandayıq.
Biz bir Bəli. yerdəyik. Bizim komandada paxıllıq yoxdur. İstəyirik ki, hamımız bir yerdə qalxaq. Amma başqa komandalara baxanda mən görürəm. Deyirəm şükür Allaha ki, bizim komandada paxıllıq yoxdur. Bizim komandada qısqanclıq yoxdur. Başqa komanda hətta rəhbərlərinin adamlarını oğruyurlar, götürürlər. Çox şeyə mən belə şahid olmuşam, dəhşətə gəlmişəm. Amma şükür Allaha, Vüqar müəllim, yəni ki, bizə elə, yəni ki, öyrədib ki, komandada halallıq və mehribançılıq. Biz bir-birimizə gərək mütləq mehriban olaq. Bir-birimizin, yəni irəli getməyimizə, yəni maneçilik törətməyin. Tərsinə kömək eləyək. Yəni bu birincisi Allahdan gəlir. Yəni İslamiyyət, yəni İslam olduğumuzda da bizim dinimiz, İslam dini olduğumuzda da, yəni ki, Allah'a sevdiyimiz üçündür. İkincisi də Vüqar müəllimin komandasındayıq. Ona görə. Vüqar müəllimin komandası demişkən, başqa komandalardan bir çox şeylərdə fərqlənirik. İstər keçirilən təlimlərdə olsun, istər təcrübəli, belə deyək, ekspertlərdə olsun. Bir də fərq var ki, bizim hər birimizin ayrıca bir məqsədlərimiz var, yəni bir fərd olaraq, amma ümumi məqsədimiz də var. Bunu həmişə Vüqar müəllim deyir ki, yəni bizim Allahdan istəyimiz budur ki, biz bu biznesdə inkişaf eləyib Allah yolunda işlər görək. Məsələn, mən bugün attığım hər addımda mən artıq liderimin məqsədini bilirəm və o məqsəddə mənim də payım olsun deyə attığım hər addımda onu düşünürəm. Və Allahdan istəyirəm ki, yəni bu yolda bizlərə kömək olsun, bizə dəstək olsun ki, yollarımızı açsın. Hər şey Allahın əlindədir. Yollarımızı açsın ki, biz həqiqətən Allah yolunda işlər görə bilək. Yəni burada həqiqətən biz böyük savablar qazana bilərik. Çünki insan təkcə özünü düşünən varlığa insan demək, necə deyim, bəs deyil də. İnsan əgər başqalarını da düşünürsə, başqalarına da faydalı olmağı düşünürsə, dünyaya fayda verməyi düşünürsə, bu onda insandır. Bu dünya deyir, hər şey balans olmalıdır da dünyada. Verib almaq lazımdır. Gərək özündən nəsə verəsən ki, bu dünyaya, insanlara. Onun əvəzində də Allah sənə ondan 5 qat artığını da yetirir. Belə bir şey eşitmişəm. Yəqin ki, bəlkə də eşitmisiniz siz də. Bilmirəm kim olub bu. Deyir ki, yaxşı imkanlı adam olur, milyoner olur. Deyir, necə oldu ki, sən gəlib bu şeyləri, bu nailiyyətləri əldə elədin? Deyir, Allahla yarış keçirtdim də. Deyir, əstəğfurullah, necə yəni Allahla yarış keçirtdim? Deyir, Allah verdi mənə, mən də verdim cəmaata. O mənə verdi, mən cəmaata. O mənə verdi, mən cəmaata. Axırda Allah qalib gəldi. Yəni, bugün nəyimiz varsa paylaşmaq gözəl bir şeydir. Aynurun fikrinə istinadən ağlıma gəldi. Bu şeylər təzədən danışdım. Yəni, paylaşmaq gözəl bir şeydir. Yaxşı bir şey biliriksə, gəlin bir-birimizə yaxşı şeylər ötürək, bir-birimizə yaxşı enerjilər ötürək. Bir şeyi biliriksə, yəni biz bu addımı atanda təkcə özümüz yox, bütün komandamızı fikirləşək ki, hamı üçün faydalı olsun. Bugün, məsələn, biz bu təlimi hazırlamışıqsa əgər, biz buna zəhmət çəkmişik, buna vaxt sərf eləmişik, enerji sərf eləmişik. Məqsəd nədir? Məqsəd budur ki, faydalı ola bilək, ümumi komandamıza faydalı olsun. Və buradan əgər bu qədər danışılanlardan bir dənə cümlə olsa belə, əgər faydalı oldusa sizə və bunu tətbiq eləyib bir addım irəli gedə bildinizsə, həqiqətən də bu bizim ümumi komandamızın nailiyyəti deməkdir. Ona görə də çalışın ki, bu zoomlara ayırdığınız vaxtı belə boşa keçirtməyin. İndi kimsə kiminsə xətrinə qoşulursa zooma, amma birinci növbədə özünüzü düşünün. Çünki bu təlimlərin sayəsində bizim həyat tərzimiz, düşüncə tərzimiz dəyişilib. Bu təlimlərin sayəsində biz gəlib müəyyən uğurlara çatmışıq, uğurlar əldə eləmişik. Siz buranı da, yəni bu təlimləri də vasitə bilsəz, öz həyatınızda adadan qurtulmaq üçün çıxış yolu bilsəz, inanın ki, başqa cür dəyərləndirərsiniz bu Zoom təlimlərini. Başqa cür enerji alarsınız, başqa cür faydalanarsınız. İnsan bir şey öyrənmək istəyəndə Allah Taala ona yollar açır. Həqiqətən də yollar açır. Amma təkcə eşitməklə kifayətlənməyək də. Gərək eşitdiklərimizi də tətbiq eləyək ki, həyatda bir çox şeylər əldə eləyək. Təkamülə doğru gedək. Hər mənada. İstər
maddi mənada, istər mənəvi mənada. Yəni insan bu dünyaya təkamülə çatmaq üçün gəlib. Yəni bu qədər. Sualı olan var. Mövzumuza dair sualı olan var. Niyə Yəni başa yoxdur? düşdülər hamısı. Belə çıxır. İndi görək də Yox, bu başa artıq düşmək, biz indi elə şeylər danışmırdıq ki, riyazi məsələlər, tənliklər həll eləmirdik ki, nəysə başa. Bu sadəcə olaraq, yəni istər-istəməz suallar yarana bilər. İstər-istəməz nəsə qaranlıq bəlkə qalan məqamlar olub ki, aydınlıq gətirək. Aydınlıq gətirək ki, bugünkü vəzifəmizi tam yerinə yetirmiş ola bilək. Salam, axşamınız xeyir, Aydan xanım. Bu demirəm, bir sual verməyəcəm, amma bu sual vermək lazımdır. bu Zoom mənə mədrəsədə müəllimlərimin bizə keçdiyi sözlərlə tam oxşar bir Zoom oldu mənim üçün belə. Yəni dini baxımdan da bu çox gözəl oldu. Yəni mənəvi həm də maddi şeylər var idi bu Zoom-da. Ona görə mən belə demək istəyirdim. Təşəkkürlər. Başqa kim? Bəlkə aramıza yeni qoşulanlar nəsə Yəni başa sualı var, düşməyənlər fikirlər sual birdən. görək. Salam, axşamınız xeyir olsun. Aleyküm salam. Deməli, mən belə bir şey demək istəyirəm. Bəlkə bilməyənlər olur. Mən hər ayın əvvəli nə edirəm? Ayın indi biri hesablama olur deyə, ikisi hər şey oturur da, yəni ballar oturur və s. Daha doğrusu silinir də. Mən nə edirəm? Hə, pul gəlir, o heç, o inşallah. Bəs yəni ayın əvvəlində mən nə iş görürəm, onu deyim, bəlkə faydalı olar. Çünki bəziləri bilmir, ona görə deyirəm ki, buradan hamı bilsin. Mən məsəl üçün götürürəm bir vərəqi ya harasa, bura məsəl üçün informasiya hesabı var da, orada qıraqda 5-ci, 6-cı aylar yazılır. Bir də buna diqqət edin, bəziləri bilmir. Ox işarəsi yandısa, bu açmaq deməkdir. Açırsınız, orada nə qədər komandalar var da, elə bil ki, bəzi müştəri ola bilər, konsultantın müştərilər və hamısını açırsınız. Və yan tərəfdə 5-ci, 6-cı ayları yazırsınız, qeyd edirsiniz. Yəni ad, soyad və 5-ci aylar. 5-ci olan, aktiv olmayanlar. Çünki onların da ayrı-ayrı şeyləri deyəcəksiniz. Bir də bunları da məsəl üçün danışacaqsınız, düzdür? Bunu danışanda axı bəlkə eləsində var ki, pul var, düzdür? Həmən müştərilərin pullarına baxırsınız, onu qeyd edirsiniz. Məsəl üçün danışarkən da girmirsiniz də, verəqə yazırsınız ki, bax sənin 5 manatın var, nə bilim 50-ci aydasan. Məsəl üçün onları da qeyd edirəm. Bu ayrı temadır. Bir dənə də daimi klubun məsəl üçün baxıram ki, kimlər hansı ayındadır. Məsəl üçün ola bilər ki, 2-ci ayındadır, yaşıldır. Yəni 3-cü ayın hədiyyəsini götürəcəksə, onu qeyd edirəm. 2-ci ay bu qədər. Yəni sən məsəl üçün bu ay və yaxud da 3-cü aydır, və yaxud da hədiyyəsini götürməlidir. Deyəcəm ki, sən hədiyyən var, götürürsən ya 6-cı aydır, ya 3-cü. Onu qeyd edirik mütləq. Həmişə elə eləyirəm. Yəni bilmirəm, Elxan mənim ki bilir. Həm onu qeyd edirsə, o daha rahat olur işləmək. Bir də indi Məlak xanımın dediyi kimi aktiv müştərilər və aktiv olmayan müştərilər. Yəni belə işlərimiz olur. Yəni aktiv olmayanlar kimlərdir? 6-cı ayı olanlardır. Onların pulları var, heç gəlmirlər. Onlardır aktiv olmayanlar. Amma aktiv olanlar kimlərdir? Daimilik klubunda iştirak eləyənlərdir. Sən onları xatırlatdırırsan. Mən onları başa saldım da dedim. Hansılardır? Aktiv olanlar. Yəni onlar 50 baldan hətta çox edirlər. Onları xatırlatdırırsan ki, birdən yadda doğrudan biri var idi ki, düz gəldi dünənləri nədir elədi. Yəni ki, yadından çıxmışdı. Yadına saldım ki, sənin, yəni ki, 3-cü ayın, yəni nədir, etməlisən və qırıla bilərsən. Hədiyyə, yəni daimilik bağ klubunda. Bu olmalıdır. Aktiv olmayanlar da həmin o 6-cı ayın, yəni onlardır. Onları qeyd edirik. 5-6 olanlardır. Bir də 4. Onların pulları yazırıq. Onları şirinləşdiririk. Başa düşdün, sənin pulun qalıb.
Özdə belə eləyirəm. Sən nədir, zarafata salıram. Ki, nədir, istəyirsən ki, nədir, şirkətə nədir, ehsan verəsən, pulunu bağışlayarsan, özdə belə eləyirəm, gəlirlərdi zarafata. Ondan sonra deyirəm ki, götür elə ehtiyacı nədir olana ver də, bir məhsul al, ver ona. Gülür, deyir, yox, elə özümə də lazımdır. Dedim, ay sağ ol, gəlin eləyir. Doğrudan da gəlirlə artıqlaması ilə. Yəni bir də görmüşəm ki, mən zəng vurmuşam, mən yazmışam, yada salmışam, mənə cavab verməyib. Amma sabahsı günü baxıram, bu yəni ki, müştərim aktiv olan, daimilik olan, gəlib alıb. Baxmışam, ondan sonra mənə yazdı ki, siz dünən yox idiniz. Yəni ki, Fuad müəllim idi, mən gəldim, yəni ki, bu qədər bal nədir elədim. Baxıram, görəm 61 bal nədir eləyib. Deməli, mənim mesajım gedib ona. Yəni yadına salın. Ona görə hər dəfə, yəni aktiv olanlarla da danışmaq lazımdır, yada salmaq. Amma aktiv olmayanları onların pulları ilə mütləq şirinləşdirmək lazımdır. Hətta üstəlik mən hədiyyə də vermişəm ki, gəl 50 baldan yüksək elə sənə, yəni nədir, endirimdə bir də görürsən ki, yəni əl kremləri olub, yəni vermişəm onu. Yəni ondan sonra daha da onlar həvəsləniblər. Başa düşdünüz? Bax, belə bir şeylər çox gözəldir. Yəni bizim nədir, işimizin irəli getməyimizə çox kömək olur. Не все. Deyirəm ki, ağlıma bəzən sözlər bir-bir yadıma düşür. Bax, deyirik ki, haçansa bəlkə dua eləmişik. Ola bilər də aramızda belə insanlar olub ki, dua eləyib ki, ay Allah, mənim ruzi qapılarımı aç, mənə yaxşı şeylər qismət elə, mənə həyatımı dəyiş. Bax, bugün, bax bu Zoom'da kimlər varsa, indiyənə qədər kimlər qalıbsa, bəlkə siz də haçansa belə bir şey istəmisiniz də Allahdan. Bugün istədiyinizin, yəni reallaşıb. Sadəcə olaraq bax bu fürsət həmişə gəlmir. Əgər gəlibsə, qapınızı döyübsə belə bir fürsət dəyərləndirmək lazımdır. Həqiqətən də baxanda bu şirkətə mən hər gün Allaha şükr edirəm. Sözün hər mənasında. İstər məhsulları baxımından ki, biz burada özümüzün, əzizlərimizin sağlamlığını qoruyuruq. Biz, baxın, həmişə deyirik ki, biz tərəzinin bir gözünə qoyaq alınacaq, bir gözünə qoyaq alınmayacaq. Əgər alınmasa, biz heç nə itirmirik. Neyinirik ki, biz risk eləmirik, nə bilim, böyük yatırımlar eləmirik. Biz yatırımı nəyə eləyirik? Öz canımıza eləyirik də. Yəni, kapitalı öz canımıza qoyuruq. Əgər alınmasa, yəni biznesdə alınmamaqdan gedir söhbət. Biznesdə alınmasa, bizim itirdiyimiz şey, uzaqbaşı özümüzə yaxşı bir dənə şampun istifadə eləmiş olacağıq, təbii tərkibli. Yaxşı bir dənə omega 3 alıb vermiş olacağıq övladımıza, özümüzə. Yəni, bu da itki deyil də. Amma alınsa, mən o gün videolar atırdım qrupaya. Top liderlərimizin Maldivlərdəki bir həftəlik istirahəti. Dünən artıq qayıtdılar Bakıya. Alınsa, bu şəkildə həyatımız dəyişə bilər. O liderlər, buradakı liderlər, ümumilikdə inkişaf edən, uğur qazanan, müəyyən nailiyyətləri olan insanlar ki var, onlar belə gətirib birdən-birə 30 durmayıblar o dərəcədə ki, sən buradasan. Hamısı çətinliklərdən keçib gəlib ora çatıblar. Hamısı. Ona görə söhbətimin əvvəlinə qayıdıb bir-birindən əlaqələndirib burada belə nöqtəni belə qoymaq istəyirəm ki, həyatda çətinlik sizi qorxutmasın. Bir dənə başa düşün ki, Allah sizi yoğurur, sizdən nəsə yaxşı bir şey düzəltmək istəyir. İmkan verin o çətinliklər sizi böyütsün. İmkan verin o çətinliklər sizi irəli aparsın. Çünki yaxşı şeylər heç vaxt asanlıqla əldə olunmur. Gərək o çətinliklərdən keçək ki, bizən insan günün sonunda özünün özünə əhsən deyə biləcəyi bir şey olmalıdır da. Mənim oğlum 8 martda mənə hədiyyə eləyib, məktub yazıb. Məktubda yazıb ki, axırda mənim məqsədli anam. Bu vaxta qədər o sözü işlətməmişdi heç vaxt. İndi böyüdükcə daha yaxşı başa düşür, bilmirəm, necəsə. Yazıb ki, mənim məqsədli anam. Yəni, başqa sözlərlə də ifadə eləyə bilərdi. Amma bu o deməkdir ki, mən onun gözündə bugün o yerdəyəm. Yəni, məqsədli, öz məqsədləri üçün çalışan, həqiqətən də bu həyatda məqsədsiz yaşamaq çox təsəvvür eləyə bilmirəm ki, yəni bu vaxta qədər necə yaşamışam.
Yəni nəsə olur ya, hər bir insan həyatında məqsədlər olur, amma məqsədlər üçün addım atmaq, mübarizə aparmaq, çətinliklər gələndə qorxub geri çəkilməyib o çətinliyin üstünə getmək, qorxuların üzərinə getmək nədir, bu biznesdə öyrəndim liderlərimdən. Ona görə çətinliklərdən qorxmayın. Əgər həqiqətən də sizin güclü motiviniz varsa, güclü səbəbiniz varsa, o daxili motivasiyanızı daim belə deyək də odlu, alovlu saxlayın. Yatanda da, duranda da öz məqsədinizi fikirləşin. Yorulmadan. Əgər həqiqətən də istəyirsinizsə, Allahdan kömək istəyin ki, sizi məqsədinizə çatdırsın. Amma Allah Taala heç nə eləmədən heç kimə heç nə vermir. Gərək çətinliklərdən keçəsən, bişəsən. Bişəsən ki, layiq olasan o həmin uğura. Bu qədər. Sağ olun. Deyəcəklərimiz bu qədər. Xanım, sağ olun. Çok güzel. Yəni ki, danışdınız, mən də burada motivasiya aldım, düz deyirsiniz. Yəni hər bir şeylə mən razıyam sizinlə. Təşəkkürlər. Sağ Oldu. olaşaq. Bu qədər. Gecəniz xeyrə qalsın. Ayın Gələn 4-ü ayımız uğurlu olsun hamımıza. Amin inşallah. Yəni sabahları ayın biridir. Biz ayın birini uğurla başlayarıq. İnşallah. Xoş, yəni motivasiya ilə başlasaq, ayın sonuna kimi də elə gedəcək. İnşallah. İnşallah.